qurbanlıq bizə nəyi öyrədir? Bax, sual versələr sizə və bizim özümüzə, mənə sual versələr ki, bugünkü kəsdiyimiz qurbanlıq bizə nəyi öyrədir? Cavab çox bəsit, çox sadə. Mən Qurandan çıxarış edərək deyirəm ki, qurbanlıq bugün müasir dünyamızda bizə nəyi öyrədir? Məqsəd uğrunda fədakarlığı öyrədir. Məqsədivə çatmaq üçün fədakar olmalısan. İbrahim oğlunu Mina çölünə apardı, isti hava, fədakarlıq elədi və Allah ona bu gözəl bir məqamdan, imtihandan Allahca çıxartdı. Deməli, məqsəd uğrunda fədakarlıq eləməlisən. Əli və əlin üstünə qoysan, sən məqsədə çata bilməyəcəksən. Allah mənə ruzi ver. Allah deyir ki, sən getdin, çaba göstərdin ki, mən sənə vermədim. Otur gecə gündüz dua elə, Allah sənə gətirəcək, nəyisə verəcək, bu mümkün deyil. Bu biraz məqsədsiz məsələdir. Məqsəd uğrunda insan çaba göstərməlidir. Bugünkü qurbanlıq bizə nəyi öyrədir? Valideynlərinizə hörmət eləyin. Yadınızdadır, mən Qurandan ayə deyəndə ki, İbrahim Peyğəmbər bıçağı qoydu İsmailin boğazına, kəsəndə oğul baxır atıya. Ata da narahatdır ki, oğul mənə nə cavab verəcək. Görün, İbrahim Peyğəmbər oğlu İsmaillə danışanda bir diyaloq var. İsmail nə deyir? Deyir ki, atacan, əgər Allah mənim qurban kəsilməyimi istəyirsə, Allah razıdırsa, gözünü qırpmadan bıçağı mənim boğazıma qoy, kəs. Fədakarlığın, Allaha olan təslimiyyətin bariz nümunəsinə bax. İsmailin atasına dediyi bu gözəl cümlələr, bu gözəl sözlər, Allah razıdırsa kəs. İndiki müasir gənclərə işarə budur. Ata deyir ki, oğul, mən bunu sənin üçün etmək istəyirəm və yaxud bu səfər sənə uğursuzdur, bu məsələ uyğun deyil. Deyir, ata, sən köhnə kişilərdənsən, qalmısan qədimdə, Nikolayın dövründə, belə deyirlər özlə. İndi dünya dəyişib, beyinlər dəyişib, mənim geyimim, düşüncələrim də dəyişib. Atanı sanki günahkar çıxardır və özünü pak və müqəddəs güya çox axıllı bir uşaqdır və sonradan ata deyir ki, özün bilərsən. Gedir həmən o böhranda, bəlanın içində üzür, gəlir deyir, ata, məni bu bəladan, böhrandan çıxardı. Axı, mən sənə dedim ki, bu yol sənlik deyil. Qurbanlıq bizə bunu öyrədir. Üçüncüsü, bugünkü gündə qurbanlıq bizə bunu öyrədir ki, Allahın əmrinə təslim ol. Allah nə buyurubsa onu et. Dördüncüsü, cəmiyyətin problemlərinə bicana qalma. Bu tək qurbanlığa şamil deyil, il boyu belədir. İl boyu insanların halına yanmalısan. Bəzən deyirlər, el üçün ağlayanın gözü kör olur. Eşitmişsiniz bunu? El üçün ağlayanın gözü kör olur. Bunu bilmirəm indi nə dərəcədə doğrudur, nə dərəcədə atalar sözüdür, atalar misaldır, mən bilmirəm. Amma el üçün ağlayacaqsansa, el zamanında sənə dua edəcək və səni çiyninə götürəcək. Zaten gözlər kör olacaq da, qocalsa da gözlər kör olacaq. Əksinə, mən deyərdim ki, el, qonşuluq, insanlıq, mərhəmət, duyğusallıq bu bizim fitrətimizdədir. Sən bicana qalmamalısan, dostuva, qonşuva. Görürsən ki, 3 gün, 5 gün sənin qonşundan xəbər yoxdur, qapısını döy. Qoy evi yoxdur, sənə desinlər ki, bu niyə gəldi mənim qapımı döydü? Sənin içində olan hisslər bölüşülməlidir. Və yaxud 2 cümə, 3 cümə, əgər yanınızda bir adam yoxdursa, maraqlanın oyuna, niyə yoxdur, nə üçün yoxdur, onun dərdi nədir, problemi nədir? Çalışdığınız qədər problemini həll edin, imkanı yoxdur, kömək edə bilmirsənsə, dilinlə kömək et, yardım et. Beşincisi, bugünkü qurbanlıq bizə nəyi öyrədir? Hələ bu barədə mən fikrimi tamamlayıram. Ehtiyaclı insanları unutma. Bax, budur cavab. Bugün Allah bizdən İsmaili istəmir. Amma vaxtımızı, enerjimizi və bacarığımızı insanlara fayda vermək üçün
qurban etməyimizi istəyir. Biz enerjimizi sərf eləyək, canımızı müəyyən məqamlarda sərf eləyək ki, Allah bizdən bunu istəyir. İsmail istəmir, oğlumu ged qurban kəs. Əgər bir gənc harama baxmaq üçün gözünü qoruyursa, bu da bir qurbanlıqdır. Bir insan qazancında haramdan uzaq durursa, bu da bir qurbanlıqdır. Bir mömin şəxsin kinini, küdurətini bağışlamaqla əvəz edirsə, bu da bir qurbandır. Mənim bir nəfərə kinim var idi, mən bayram günlərində və adi günlərdə onu bağışlayıram, bu da bir qurbanlıqdır.